0432 yazıb göndərir ki, mən alış-verişdə çox aldadılmışam, amma məni Temu kimi aldadan olmamışdı. Qazan dəsti sifariş vermişdim, şəkili gəlmişdi. O sən idin. Bunun altını tam oxumaq lazım idi. Niyə qazan dəsti şəkil olsun ki, yəni? Bax mən də elə deyirdim, aldadıldım bu yaxınlarda. Sən aldadılmısansa o zaman qınamayaq bəli. Otaqda işıq yanan suvenirdir. İçində də lalələr var. 10 dənə lalə var. Bunun şəklini qoyublar, yazıblar ki, 10 ədəd otaq işıqlandıran suvenir. Mən elə bilirəm ki, 10 ədədi 8 manatdır. Sən yenə də bundan bağlı. Amma suvenirin içindəki lalələrin sayını yazıb ora. Corab kimi düşünsən də. Bir də bəzi adamlar var, ancaq ucuz alır deyə sevinirəm. O yetimlik psixologiyası sanki məndə də var. Mən bilirəm ki, sən heç vaxt keyfiyyətsiz qulaqlıq istifadə edə bilməzsən. Musiqinin keyfiyyətinə görə, amma bəli. Bu insanlar üçün yəni dəxli yoxdur. Yəni bir manatlıq da olsa qulaqlıq alıb taxacaqlar ki, sonra deyəcək ki, buna mahnı deyə buraxıblar. Yox, bir nəfər yazmışdı ki, deyir metronun altından deyir 1 manata, 2 manata qulaqlıq aldım. Deyir o kaberin mahnısına qulaq asırdım, sanki Lil Orxan oxuyurdu.